Bugün sizə magistratura imtahanında ingilis dili necə düşür, onu izah edəcəm. Ümumilikdə bizim 25 balımız var ingilis dilindən və bu 25 bal necə bölünür, gəlin onu göstərim sizə. 5 bal esse yazmalısınız. Yəni bu təbii ki, sizin istəyinizə bağlıdır. Yazmaq istəyən yaza bilər, yazmaq istəməyən də yazmaz. Yəni özünüzə qalıb. 20 bal isə digər suallardır. İndi izah edəcəm ki, həmin digər suallar hansıdır. Birincisi siz başlayırsınız 5 bal listeninglə. Dinləmə mətni ilə başlayırsınız. Yəni ilk olaraq ümumiyyətlə 2 dəqiqəlik fasilədən sonra bizə listening qoşulur və listeningin öz içərisində öz fasiləsi ilə birlikdədir. Ona görə də siz listeningi, yəni dinləməni qoşmazdan əvvəl sizə verilən 2 dəqiqəni düzgün şəkildə dəyərləndirin və listeningin suallarını əvvəlcədən oxuyun. Lazımdırsa tərcüməsini də yazın. Götürmək istədiyiniz qeydlər, altından xətt çəkmək lazım olduğu məqamları özünüz üçün qeyd edə bilərsiniz ki, bu 2 dəqiqə ərzində həm listeningə baxmış olasınız ki, dinləyəndə artıq sizə nə lazım olduğunu anlayasınız. Daha sonra isə bizim burada 2 mətnimiz var. Bu arada listening daha çox dialoq düşür. Yəni əksərən dialoq düşür. Dialoq formasında 2 nəfərin danışığıdır. Siz isə oradan ümumi məzmunu anlamalısınız. Ümumi məzmunu anlamaq üçün desəz ki, biz hansı dil biliyinə sahib olmalıyıq? Biz ümumən ingilis dilini bu səviyyədə yazıb bitirməyimiz üçün B1 level ingilis dilində olmalıyıq. Digər isə, yəni 20 sualdan artıq 5 sualı listeningə aiddir. Hər biri 1 baldan hesablanır sualların. 2 mətn var. Sizə 2 mətn verir. Təbii ki, burada da 10 ballıq olur. Artıq 10 bal da buradan gəlir. 2 mətn verilir sizə və bu mətnlər nə çox asan, nə də çox dəhşət çətin olmur. Orta tipli mətnlərdir. Yəni B1 səviyyəsinə yenə də qeyd edirəm. Sahib olan, dil səviyyəsinə sahib olanlar bunu rahatlıqla yerinə yetirə biləcəklər. Normal 5 sual verilir hər bir mətndə. İlk 4 sual, belə deyək, biri mətnlərdən bir sual true-false sualıdır. Yəni doğru və yanlışı seçmək sualıdır. True-false sualında siz 4 fikir verilir, hərəsinə doğru yoxsa yanlış olduğunu qeyd eləməlisiniz. Əgər ikisini doğru, ikisini yanlış qeyd eləsəz, tamamilə bal verilməyəcək, amma 3-ünü düzgün qeyd eləsəz, 1-ni səhv qeyd eləsəz, yarım bal veriləcək. Yəni 0,5 bal oradan almış olacaqsınız. Digər deməli 2, 3, 4-cü suallar isə qapalı suallardır. Normal 5 variantlı suallardır. Siz mətnin məzmununa